Salam, hər vaxtınız xeyir olsun. Bu günləri mövzumuz eyni köklü sözlərdir. Eyni köklü sözləri çəkməkdən məqsədim odur ki, bu praktika dövrümdə görürəm ki, həqiqətən bu şagirdlərin çətinlik çəkdiyi mövzulardan biridir. Amma çox da çətin deyil uşaqlar. Öyrənmək olar, öyrənmək sadəcə çalışmaq lazımdır ki, öyrənsən. Yəni çalışırsansa öyrənəcəksən orada. Gəlin baxaq uşaqlar, görə eyni köklü sözləri necə tapmaq olar? Hansı yollarla tapmaq daha rahatdır? Həmin o yolları mən yazmışam. Kitabda düzdür, məlumatlar var bunlar haqqında. Amma mən biraz da sadələşdirilmiş formada, üsulda sizə öyrətməyə çalışacağam. Eyni köklü sözlər. Eyni köklü sözlər nədir? Eyni bir kökdən əmələ gələn sözlərə eyni köklü sözlər deyilir. Yəni kökləri eyni olan sözlərə eyni köklü sözlər deyilir. Adından görünür. Gəlin baxaq uşaqlar. Eyni köklü sözləri asan tapmaq üsulu nədir? Burada 4 dənə asan yol yazmışam. Bu 4 yolu yadda saxlamaq lazımdır. Hafizənizdə yadda saxlayıb. Əzbərləmədən də bunun müəyyən yollarından tapmaq mümkündür. Yəni ki, mütləq sən bunları kök və şəkil çağırmağı bacarmalısan. Sadə olmamalıdır, mütləq düzəltmə olmalıdır. Kökləri eyni hissəsi olmalıdır. Kökləri homonim olmamalıdır. Bu 4 şərtin 4'ü də əgər bir sözdə ödəyirsə verdiyimiz sözlər arasında, demək həmin söz eyni köklü sözlər adlanacaq. Eyni köklü sözlərlə eyni sözün müxtəlif formaların bəzən uşaqlar səhv salırlar. Eyni köklü sözlər başqadır, eyni sözün müxtəlif formaları başqadır. Eyni sözün müxtəlif formaları, yəni mənsubiyyət şəkilçisi və yaxud hal şəkilçisi, qrammatik şəkilçisi qəbul edib dəyişməsidir. Məsələn, ev, evlər, evimiz, evimizdə. Bunlar müxtəlif formalarda dəyişiblər. Yəni qrammatik şəkilçisi qəbul elədiyinə görə. Gəlin baxaq, görən ki, yollarına baxın. Nümunələr vermişəm, tez izah eləmək üçün, daha da vaxtınızı almamaq üçün nümunələri də əvvəlcədən yazmışam bura. Məsələn, güldan, gülçü, güllük. Bizə verib ki, görün ki, eyni köklüdür, yoxsa eyni köklü deyil. Çox rahat bu 4 qaydanın 4'ünü də yoxlayırsan, əgər bu 4 qaydanın 4'ü də düz gəlirsə eyni köklüdür, amma bunun biri düz gəlmirsə demək ki, eyni köklü deyil. Gəlin baxaq, güldan, gülçü, güllük. Kök və şəkilçi ayırmışam. İkinci nə olmalıdır? Sadə olmamalıdır, mütləq düzəltmə olmalıdır. Baxın, güldan, gülçü, güllük. Hər birində leksik şəkilçisi var. Leksik şəkilçisinin olması nə deməkdir? Demək ki, o söz düzəltmədir. Üçüncü qaydamız nədir? Deyir, kökləri eyni hissəsi olmalıdır. Baxırıq, kökə ayırmışam, bax, köklər. Güldanda ki, biz bildiyimiz çöldə bitən gül. İsimdir, düzdür, yazıram, isim. Bu gülçü, yəni gül işi ilə məşğul olan adamdır. Bunun da kökü isimdir. Güllük, gül olan yerə güllük deyilir. Demək ki, bunda da isimdir. Kökləri eynidir. Bəli, hələ ki 3-ə qədər düzdür. Kökləri homonim olmamalıdır. Həqiqətən görürük ki, hər birində kök gül ismindən ibarətdir. Kökləri homonim deyil. Demək ki, eyni köklüdür. İkinci qaydamız, ikinci nümunəmizə baxaq. Gülməkdən gülüş olur. Gül qabına güldan deyilir. Gülçü. Baxırıq, kök və şəkil çağırdım. İki nə olmalıdır? Sadə olmamalıdır, mütləq düzəltmə olmalıdır. Baxıram, düzəltmədir. Həqiqətən də kökləri eyni hissəsi olmalıdır. Gəlin baxaq, görən kökləri eyni hissəsidir, yoxsa eyni hissəsi deyil. Gəlin baxaq da birlikdə. Gülüş. Çöldə bitən güldür, yoxsa insanın gülməyi, gülmək. Demək ki, sözün kökü feildir. Güldan. Sözün kökü nədir? Biz bildiyimiz güldan. Yəni, gülün qoyulduğu qap. Bu isim olacaq. Düzdür. Gülçü. Gül işi ilə məşğul olan bəyəxləri dedim. Bu da isimdir. Baxın, deyir, kökləri eyni hissəsi olmalıdır. Baxın, üçüncü qaydamız ödəmədir. Çünki köklərinin biri feildir, ikisi isimdir. Demək, eyni köklü deyil. Üçüncü nümunəyə baxırıq. Sıxmaqdan sıxıntı, sıxdan sıxlıq olur, sıxlaşmaq. Gəlin baxaq, kök və şəkil çağırdıq, ayırdıq. Sadə olmamalıdır, mütləq düzəltmə. Həqiqətən də üçü də düzəltmədir. Kökləri eyni hissəsi olmalı. Gəlin baxaq. Sıxmaqdan sıxıntı olur. Olur feil. Sıxlıq. Sifətindən, sıx sifətindən sıxlıq ismi yaranır. Olur sifət. Sıxlaşmaq. Biz feillər bölməsini öyrənəndə görürük ki, laş, ləş şəkilçisi adlardan feil düzəldir. Demək ki, bu nədir? Bu da sifətdir. Baxın, kökləri eyni hissəsi deyil. Biri feildir, ikisi sifətdir. Həqiqətən də eyni köklü deyil. Bildiniz? Kitabxana, kitab sözün köküdür, xana şəkilçisidir.
Kitab sözünün köküdür, ç şəkilçisidir. Kitab sözünün köküdürlər. İlk baxışdan görürsən ki, eyni köklü ola bilər də, hər birində kitabdır. Amma qaydalarımızı yerinə qoyanda görək ki, eyni köklüdür, yoxsa eyni köklü deyil. Gəlin baxaq. Nə edirik? Sadə olmalıdır, mütləq düzəltmə olmamalıdır. Sadə olmamalıdır, üzrü sayın. Mütləq düzəltmə olmalıdır. Gəlin baxaq. Bax, bura qədər düzəltmədir, burada sadədir. Və ikinci şərtimizi ödəmədi. Heç mən o bir şərtlərə baxmıram. Eyni köklü deyil. Bax, bizim izahımız bu qədər. İnşallah sizə də yararlı olar, öyrənərsiniz. Eyni köklü sözləri yenə də bilmək üçün bu 4 dənə üsulu mütləq bilmək lazımdır. Sağ olun, təşəkkür edirəm.